Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Son günlər ölkə ərazisində havalar nisbətən isti keçir. Lakin bəzi proqnozlara görə Azərbaycanda havanın temperaturu qəfildən enəcək. Bu ehtimallar nə dərəcədə doğrudur? Bakıya qar nə vaxt yağacaq? Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev referans açıqlamasında deyib ki, uzun müddətli proqnozlara əsaslansaq və eləcə də Sibir antisiklonunun anormal şəkildə tez formalaşmasını da nəzərə alsaq deyə bilərik ki, təxminən oktyabr ayının 20-dən sonra və noyabrın ilk 10 günlüyü aralığında soyuq hava kütlələrinin ölkəmizə daxil olacağı real görünür. Hətta bəzi düzən ərazilərimizdə yağıntıların sulu qara keçəcəyi ehtimalı da var. Meteoroloq həmçinin onu da bildirib ki, Azərbaycanın bəzi dağətəyi ərazilərdə hətta qar yağacağını da söyləmək olar. Çünki şimal-qərb istiqamətindən Azərbaycana gələn soyuq hava kütlələrinin bir müddət davamlı olacağı qaçılmazdır. Bununla belə payız fəsli özünü tam şəkildə göstərmək və qışa daha da yaxınlaşmaqdadır.